Biri var idi, biri yox idi. Bir ana donuzun 3 şirin balası var idi. Günlərin bir günü ana donuz balalarını yanına çağırdı və dedi: "Mənim balalarım, artıq böyümüsünüz. Özünüz üçün rahat və təhlükəsiz kiçik evlər tikməyin vaxtıdır." 3 donuz bala sevinç içində yola düşdü. Hərəsi özünə ev tikmək istədi. Birinci donuz bala çox tələsik idi. O tez oynamaq istəyirdi. Ona görə də evini samanla tikdi. Saman yığdı, tez bitsin deyib kiçik bir ev düzəltdi. İkinci donuz bala biraz daha səbirli idi. O evini taxtadan tikdi. Taxtaları yığdı, döşəmə, divar, qapı hazırladı. Ev birinciyə nisbətən daha möhkəm oldu. Üçüncü donuz bala isə çox ağıllı idi. Düşündü ki, mənim evim möhkəm olmalıdır. Ona görə də evini kərpicdən tikdi. Uzun çəkdi, amma ev çox sağlam və gözəl oldu. Meşədə isə bir canavar yaşayırdı. Bir gün canavar gəlib birinci donuz balasının saman evini gördü. Üfürdü, pufladı və ev dağıldı. Donuz bala qorxub qaçdı. İkinci donuzun taxta evinə sığındı. Canavar bu dəfə taxta evə yaxınlaşdı. Üfürdü, pufladı və taxta ev də dağıldı. İki donuz bala tez üçüncü qardaşlarının kərpic evinə qaçdılar. Canavar kərpic evin qarşısına gəlib üfürdü, pufladı, daha çox üfürdü. Amma ev tərpənmədi də. Kərpic ev o qədər möhkəm idi ki, canavar nə etsə də dağıda bilmədi. Sonunda canavar yoruldu və meşəyə geri qayıtdı. 3 qardaş xoşbəxt yaşadı. Domuz balaları bir yerdə oturub dedilər: "Demək ki, zəhmət və səbirlə tikilən ev həmişə daha yaxşı olur." Ana donuz balalarının ağıllı davranmasına sevindi və hamısı birlikdə xoşbəxt yaşadılar. Hələlik balacalar. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.